DNT-ni bərpa edən möcüzə gen tapıldı. Nature jurnalında dərc olunan yeni tədqiqatda elm adamları Qrinland balinasının DNT bərpa mexanizmlərinin güclü olduğunu sübut edib. Bu nəhəng dəniz məməlisi 200 ildən çox yaşayır, 80 tonadək çəkisi olur. Onun xərçəngə səbəb olan mutasiyaların qarşısını alan və hüceyrələri qoruyan mexanizmlər çox güclüdür. Alimlər bu fenomenin sirrinin onun DNT sistemində gizləndiyini müəyyən edib. Araşdırmalar göstərib ki, Qrinland balinasının dəri hüceyrələri DNT zədələrini insan hüceyrələrinə nisbətən daha sürətli və dəqiq şəkildə bərpa eləyir. Bu hüceyrələrdə soyuq şəraitdə aktivləşən RNT bağlayıcı zülal adlı molekulun miqdarı xüsusilə yüksəkdir. Məhz bu zülal DNT zədələrinin dəridə qoruyucu struktur yaradır və hüceyrəni mutasiyalardan müdafiə edir. Tədqiqatçılar balinanın genini laboratoriyada insan hüceyrələrinə əlavə edib. Bu gen insan hüceyrələrində də işləyib və onları DNT zədələrinə qarşı daha dayanıqlı edib və mutasiyaların sayı azalıb. Mütəxəssislər düşünür ki, bu mexanizmin insanlarda da aktivləşdirilməsi yaşlanmanı ləngidə və yaşla bağlı xəstəliklərin başlanmasını təxirə salmağa kömək edəcək.